Hər vaxtınız xeyir olsun dostlar. Yenə mən Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinin sədri Kamil Abdullayev. Deməli, bir məsələ ilə əlaqədar olaraq öz fikrimi bildirirəm. Bu region bazlıq, yerli bazlıq artıq Azərbaycan dövlətini, Azərbaycan xalqını təngə gətirdi. Qardaş, kim istəyir ki, xərcləsin, başlayır sırazı yerli bazlıq eləməyə, qohum bazlıq eləməyə. Bu da Azərbaycan xalqı üçün çox ağır bir yükdür. Və əsas da elə eləmək lazımdır ki, belə şeydən uzaqlaşmaq lazımdır. Vəzifələrə gəlir yerli bazlıq, qohum bazlıq. Yerdə qalan insanlar da baxırlar, görürlər ki, belə olmaz axı, oxumağa qiymət vermirlər. Ondan sonra insanlığa qiymət vermirlər, şərəfə qiymət vermirlər, ləyaqətə qiymət vermirlər. Kimsə harasa qoyulanda xalqdan soruşmurlar ki, filan kəs filan yerə qoyur. Bir də gözünü açırsan, görürsən ki, kimisə gətirdilər heç hakim işləməyən bir adamı Ali Məhkəmənin sədri qoydular. Ondan sonra gəlində öyün yıxıldı. Bu insan adam olacaq, bunun hakimlikdən heç xəbəri olmayan bir adamdır. Nəysə, bunlar qalsın o tərəfə. Bu bazlıqdan uzaq olmaq lazımdır. Yerli bazlıq, qohum bazlıq, nə bilim nə. Bu yaxınlarda mən yenə sosial şəbəkədə baxdım. Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev haqqında orada xoşagəlməz sözlər yazırlar, fikirlər yazırlar. Bunlar bilirsiniz nə ilə əlaqədardır. Bu da yenə bazlıqdan əmələ gəlir. Yerli bazlıq, qohum bazlıq və s. və ilə axır. Adil Əliyev də prezidentinə, xalqına, dövlətinə təmiz adamdır, sədaqətli adamdır və ona görə də bunların tərəfində deyil, hansı ki o bazlıqların tərəfində deyil, öz üçün həmişə özünü qoruyan adam olubdur və dövlətinə, dövlətçiliyinə xəyanət eləməyibdir. Hər dəfə də prezident haqqında müsbət fikirlər, Mehriban xanım Əliyev haqqında müsbət fikirlər söyləyibdir və belə gözəl insan olubdur və əməlinlə göstəribdir. İndi hansısa bir qaziyə nəsə bir söz demək, bu təbii halda nə o elə bir orada ağır bir söz yoxdur ki, deyib ki, bəs oradan çay gətirin. Yəni ki, ümumi o dədə-baba qaydasıyla düzdür, çay gətirirlər, gözünə vururlar. Yəni sakitləşdirmək məqsədi ilə indi deyibdir. Bu başqa məsələ. Və bunu indi niyə bu qədər şişirdirirsiniz və bunu şişirtməsində də elə prezident administrasiyasında bu mətbuatla əlaqədar olaraq orada bir kurator olmalıdır da. Bu kuratorun işidir də, qardaş. O mövzunu verir, get bu gün Adil Əliyevin anasını ağlat. Bu da gedirlər, ağladırlar və s. və ilə axır. Sonra bu keçən dəfə də mən dedim, uşaq puluna əlaqədar olaraq deyirlər, uşaq pulu verilmir və bu da bir qıcıq yaradır. Hakimiyyətə qarşı qıcıq yaradır, dövlətə qarşı qıcıq yaradır. Bunu eləyən də elə prezident administrasiyasında prezidentin böyründə oturan insanlardır, hansı ki bu mətbuatı idarə eləyirlər. Niyə verilmir şabala? Cəmaatı qoyun yerinə qoymusunuz, cəmaatı nə yerinə qoymusunuz? Yəni deyirlər ki, bir hissəsinə uşaq pulu verilir, digər hissəsinə verilmir. Belə demək istəyirdi bu mətbuat əhilləri. Prosto indi deyə bilmirlər, ya qorxurlar, ya da bilmirlər, savadları yoxdur. Verilir. Məcburi köçkünlər və məcburi qaçqınlara uşaq pulu verilir. Gərək birbaşa gəlsin ki, bu uşaq puludur. Yox. Onların evlatları hamısı bilirsiniz ki, ali təhsil müəssisələrində, orta təhsil müəssisələrində, ondan sonra digər sahələrdə hansı ki onların evlatları oxuyurlar, uşaqları oxuyurlar, onlar pulsuzdur. Bu uşaq pulunun verilməsi deməkdir. Bir 3500 manatlıq oxuyur ali təhsil müəssisəsində, o birisi 2500, bu birisi 1500, bunun hamısını dövlət pulsuz eləyibdir bunlara. Yəni, bu Səidə Bəkir qızı, bu Qərbi Azərbaycandan qaçıb gələnlər, o məcburi qaçqınlar adlandırır. Onların evlatları bugün nəvələri, nəticələri pulsuz oxuyurlar. Bunu bilgəm. Bu da uşaq pulunun verilməsi deməkdir. Ona görə belə ağız dolusu, uşaq pulu istəyən kişilər fahişə qadınlardan pisdir. Sən nə bilirsən fahişə qadın nə tərdir? Hardan bilirsən? Belə şeylərə gərək zaddır. Belə biraz etik formada yəni. Denən ki, Qərbi Azərbaycandan qaçıb gələnlər, ondan sonra məcburi köçkünlərin övladları pulsuz oxuyur. Bunlara dövlət güzəştləri pulsuz. Bu da uşaq pulunun verilməsi deməkdir. Gərək hansı formada verilsin ki, indi siz təsəvvür. Amma yerdə qalan bölgələrimizin, bilmirəm onlar da gərək torpaqlarını
verərdilər, torpaqlarından qaçardılar ki, onlara da bu şamil olunardı. İndi onlar da qaçmayıblar, torpaqlarını verməyiblər. Yağı düşmənlərə sinə gəliblər, öz torpaqlarını qoruyublar. Ona görə onların uşaqları pulla oxumalıdır. Amma qaçıb məcburi köçkünlər, məcburi qaçqınlara uşaq pulu verilir. Biz də deyirik ki, niyə onlara uşaq pulu verilir? Onlara uşaq pulu verilirsə bizə də verilsin. Bizim də uşaqlarımız uşaqdır. Göyçaylının, Salyanlının, Sabirabadlının, Qubatlının, Qubatlı deyirəm, hansı ki, Gəncənin, Qazağın vətəndaşlar orada işləyən vətəndaşların evlatları oxumurmu? Onlar da oxuyurlar. Onlara da uşaq pulu verilsin. Yəni, ya onların da evlatları oxuyanda pulsuz oxusunlar, bu da uşaq pulu deməkdir. Və yaxud da, ayda 100 manat verilirsə, pul verilsin də. Nə olar ki burada? Nə problem var ki? Niyə biz bölgələrə bölməliyik? Bir tərəfi Qərbi Azərbaycanlılara və deməli Dağlıq Qarabağdan qovulanlar məcburi köçkünlərin uşaqlarına verilir. Bu vaxta qədər nəticəsi pulsuz oxuyur. Nəticəsi. Siz təsəvvür edirsiniz. Amma bizim uşaqlarımıza onlar şamil olamaz. Çünki biz torpaqlarımızı qoyub qaçmamışıq, məcburi köçkün deyilik, məcburi qaçqın deyilik. Buna görə də belə hallar olur. Bir də bir məsələyə sizin diqqətinizi çatdırmaq istəyirəm ki, bu yaxınlarda Misir Mərdanov haqqında bir paylaşım eləmişdim. 500-600 nəfər götürdü, altına şərh yazdılar ki, Mehriban Əliyeva haqqında mənfi fikir bildirə bilməz, biz dövlətimizi sevirik. Misir Mərdanov kişi adamdır. Bir 600'e yaxın insan orada şərh bildirmişdi. Sonra da bir çəkiliş elədim. Dedim ki, bizim ömürlük prezidentimiz cənab İlham Əliyevdir. Sizi inandırın, bu dövləti sevən, dövlətçiliyi sevən, prezidenti sevən, bu Misirin dalından tökülən o zatlar var idi. Alim kimidir, bilmirəm, nədir, nə deyil. Bunlardan biri orada şərh yazmadı ki, bəli, siz düz deyirsiniz, bizim ömürlük prezidentimiz İlham Əliyevdir. Bunlar belə insanlardır, bunların sifəti budur, bunların siması budur. Ancaq Mehriban Əliyeva haqqında mənfi fikir bildirəndə Misir Mərdanov, onun şərəfini, ləyaqətini təhqir eləyəndə, bu mənim yanımda olub da, bunlar, ağzımda açacağım, deyəcəklər sonra ki, niyə təhqir eləyirsə. Bunlar, başlayın, Misir Mərdanov kişi adamdır. Biri demədi ki, Mehriban Əliyeva şərəfli, ləyaqətli insandır. İkinci dəfə, prezident haqqındakı ömürlük prezidentimiz İlham Əliyevdir. Həmin o vətənini sevən, o dövlətini sevən, o şərəflə, ləyaqətlə yazır ki, biz Misir Mərdanov dövlətini sevir, biz dövlətimizi sevirik. Yalansa sizin başınıza bir daş düşsün. Siz dövləti sevmirsiniz, zəbt eləmişsiniz dövləti. Siz dövləti oyuncaq eləmişsiniz, siz bölgələrə bölmüşsünüz. Bunun haqqında da sonra danışacağım. Bəsdirin də.